İnsan hüquqları, azadlıq, yəni bunlar, bu şüarlar elə belə deyil. Bugünə qədər hər kəs hələ azad da olub, hər kəs hüquqları da qorunub, hər şey də yaxşı olub. Sadəcə olaraq bu məsələni bu qədər şişirdib, aktuallaşdırıb, yəni ki, cəmaatı gözüm çıxdıya salmaq, o bilirsiniz nə deməkdir? Kişilərin etnik, necə deyərlər, ənənələri, xarakteri, psixologiyası yerində qalıb. Yəni kişini değişə bilməyiblər, kişinin instinktini değişə bilməyiblər. Yəni bugünlər dünya siyasəti kişilərin instinktini değişə bilmir. Çünki kişilər testosteron daşıyıcıları olduqlarına görə onların gen kodunda çox güclü qravirovka olunmuş instinktlər var. Həmən instinktlər qorumaq, nəzarət eləmək, döyüşmək, məsuliyyət daşıyıcısı olmaq, yəni ki, bütün dünyanın ağır yükünü öz çiynində gəzdirmək, yəni bu tip, necə deyərlər, vəzifələri yerinə yetirmək üçün. Gördülər ki, kişiləri değişə bilmirlər, nə qədər olsa da o LGBT-ni, geyləri və yaxud da o cinsi azlıqları təbliğ eləsələr də bu günləri, yenə də gördülər ki, kişilərin psixologiyasını təsir eləyə bilmirlər. Və onlar nə etdilər? Təbii ki, bu yüzilliklərin bir siyasətidir və başladılar qadınların psixologiyasını təsir eləməyə. Bir növ hal-hazırda nə baş verib? Kişilər yerində dayanıb, psixologiyaları değişməyib. Qadınları isə növbəti yeni bir mərhələyə keçid, yəni ki, keçid elətdiriblər. Yəni bir növ update elətdiriblər. Yəni qadınları update edirlər yeni proqrama. Və qadınların təbii ki, estrogen daşıyıcısı olan zərif cins nümayəndələrinin müəyyən qədər kişilərə nisbətdə iradələri də bir qədər zəif olduqlarına görə müasirlik adı altında növbəti yeni bir qaydalara başladılar keçid almağa. Amma kişilər keçid almadılar. Kişilər qaldılar yerində. Kişi amma yeni trendə ayaqlaşmır və köhnə, yəni dırnaqarası köhnə düşüncədə qalır. Əslində köhnə düşüncə deyilən bir şey yoxdur. Normal düşüncə deyilən bir şey var. O köhnə deyil, o normal düşüncədir. Orada qaldığına görə müəyyən şeylərdə xanımını, yəni dilə tutmağa çalışır. Yəni müəyyən məqamlar olur ki, kişi deyir ki, mən bunu xoşlamıram, bunu eləmə, o istəmirəm, hələ olsun, belə olmasın, belə eləmə. Və təbii ki, qadın bundan qıcıqlanır. Qadının kişiyə olan hissləri tam olaraq məhv olur, ölür. Qadın ayılır, deyir ki, mən bu kişini daha istəmirəm, sevmirəm. Və təbii ki də bu mübahisənin içərisində nə baş verir? Kişi sadəcə sözdən başqa heç bir şey deyə bilmir qadına. İslah eləyə bilmir. Kişinin islah eləyən silahını əlindən alıblar. Bugünkü dövrdə, bugünkü gündə. O nəyə bənzəyir? Mən sizə deyim, yəni bir dövlətin, bir hansısa dünyada fərq eləmir, hansısa ölkənin bütün cəza sistemini yığışdırsalar, cərimələri yığışdırsalar, heç kəsə həbs eləməsələr, nə baş verər? Ölkədə anarxiya baş verər də, düzdür? Heç bir cəza, cərimə, həbs olmasa. Ailə də bir kiçik dövlətdir də, başa düşürsünüz? Qadın var ki, söz deyirsən, bir sözə başa düşür. Qadın da var, sözlə başa düşmür, onu geri islah edəyəsən. Və indi hal-hazırki dövrdə də elə bir yerə gəlib çıxmışıq ki, kişi evdə qadının üstünə qışqırmağa qorxur. Hər hansısa bir yüngülvari təzyiq göstərməyə qorxur. Çünki qadın götürüb zəng eləyəcək polisi, gəlib evdən kişini aparacaqlar. Başa düşürsünüz? Kişinin, yəni ki, islah eləyəcək silahını əlindən götürürlər. Sonra da bir şey baş verəndə deyirlər, kişi də ölsən, eləyərdim də. Kişi də ölsən, sözün keçmir. Yox, keçmir söz. Söz keçmir, artıq ailələrdə kişi sözü keçmir. Qadın, o qədər yəni qadına səlahiyyət veriblər ki, bugünkü gündə qadın artıq öz istədiyini eləmək istəyir. Dirəşir kişi ilə. Və bu nəyə gətirir çıxarır? Mübahisələri gətirir çıxarır. Daimi mübahisələr, xroniki mübahisələr, bir-birlərinə olan nifrət. O yüzden də nə vaxtsa hər hansısa bir mübahisə zamanı kişi qışqırarsa, kobudlayarsa və yaxud da nəsə olarsa qadının gözündən düşür. Biz vücud olaraq, yəni qadını vizual olaraq sevdiyimizə görə onun qabiliyyəti, bacarığı, xarakteri bizə o qədər də maraqlı olmur. İkinci planda olur. Beşinci planda olur. Bizə əsas qadının özü olsun.